İnşallah Aprel ayının 13'ünde benim 69 yaşım tamam olacak. Eğer Allah'ın kısmeti olarsa. Ben şiir yazmaya başlayandan beri, yani 1988 yıldan beri çok mövzuda şiirler yazmışam, piyesler yazmışam, yani xırda eserler yazmışam. Ama özüm hakkında da dolğun şiirlerim var. Həmin şiirlerden ad günün münasibətilə müəyyən hissələri oxumaq istəyirəm. Eşitmir ahımı, nə dağ, nə dərəm, şikayət edirəm gülə, çiçəyə, taleyim acıdır, deyim sizlərə, çatmaq istəyirəm o xoş günlərə. Allah, incimişəm bu dünyadan mən, arzumu, kamımı almadığım üçün möhtac olmuşam şəyin gülüşlərə, çatmaq istəyirəm o xoş günlərə. Amma nə fayda ki, çata bilmirəm. Hər kəsin çatdığı o xoş günlərə, dərdli ürəyimə yük olmamaq üçün dərdimi yazıram ağ vərəqlərə. Əzəldən belədir mənim taleyim, günlərlə ötüşür deyin neyniyim, aylar ötsə də, keçsə də ömrüm, yetmədim murada, deyin neyniyim. Açılmır ürəyim, gülmüyor üzüm, söylə pərverdiyar, bəs mən neyniyim, sənə söyləməyim, kimə söyləyim, yoxdur dərdə çarə, deyin neyniyim. Həyatın mənası bəs nədir deyin, əgər arzuların yetmirsə kama, yaradan yaradıb çatmırsa dada, mən daha bilmirəm, deyin neyniyim. Əyyub, yaz ki şeirin bir xatirə tək, ya da düşsün hərdən həzin layla tək, oxunsun dillərdə şirin nəğmə tək, nakam bir şairin qəmli şeiri tək. Allah'ın əlində əsir qələmi, yazmaq istəməyir o xoş günləri, əgər o edirsə öz bildiyini, gəl çəkmə ayana mənim dərdimi. Çox fikir edirsən, bilirəm inan, tapmırsan dərdimə nəsə bir dərman, görəndə hamıdan qalmışam yeri, çəkirsən ayana mənim dərdimi. Bilirəm ağırdır dözmək bu dərdə, Allah etməlidir dərman dərdimə. Sənə ağır gəlir tənha kəlməsi, odur ki çəkirsən ayana, ayana mənim dərdimi. Sən ümid yerimsən, qoy bilsin hamı, nagüman qoymursan heç bir adamı, çağırıram hissli Həzrət Abbası, Allah'tan istəsin mənə evladı. Tənha olmaq acılı bir həyatdır, ne etsən də belə acıdır, acı, övladdır ananın başında tacı, yoxdursa evladın, bax bu dünyada her zaman olassan başı aşağı
mən də tənhayam, bir də ki yarım. Boşluqda keçib inanın həyatım, İstədim həyatda tənha qalmayım, amma nə fayda ki qismət olmadı. Ağırlı ürəkdə dərdlər qalandı. Dərdi çəkən bilər, dərdi sər nədir? Üzü gülürsə də ürəkdən çəkir, gözlərdən sızaraq tökülür yaşlar. Ağlamaq istəyir ağarmış saçlar, yaşına yaş qatır göydəki quşlar. Artıq qocalmışam, əldən düşmüşəm, dərdi çəkəmirəm, dərd məni çəkir. Haradan çəkəcək onu bilmirəm, dili də yoxdur ki soruşam biləm. Məni çəkə-çəkə nə edəcəksən? Yəqin ki sən məni yox edəcəksən. Ətirli, çiçəkli o behiştinə sonuçda sən məni göndərəcəksən. Atama, anama qovuşdurarsan. Sən də göz yaşını axıdacaqsan. Bilirəm mənim üçün darıxacaqsan. Ətirimi baş daşından sən alacaqsan. Deyirdilər güclü yol, necdə güclü olun. Fərhad öz gücü ilə çox yarır dağı. Nə olsun, dadmayıb o övlad dadı. Şirin heyran edib sultanı, şahı. Təkcə Fərhad olur baxımda tadı. İstəmirdim gücü, nə gözəlliyi. İstəyirdim nurlu, gözəl taleyi. Güc də, gözəllik də bir əfsanədir. Talihsiz bir insan bil ki heç nədir. Artıq yaş satıb yetmişə ağarmış saçım. Əldən düşmüşəm, mən qocalmışam. Başımın tacı ilə tənha qalmışam. Həyatımın mənası görməsin deyə gizlinə çəkilib hey ağlamışam. Ağlaya ağlaya mən yuxlamışam. Günümüz hər vaxt bax belə keçib. Mən onu görmüşəm, o da ki məni. Evladımız olmasa da inanın mənə, mən ona bağlanmışam, o da ki mənə. Mən ona bağlanmışam, o da ki mənə. Hələlik bu qədər.